Selamun Aleyküm ve Rahmetullah Mansur Mənim. Aleykümselam Rahmetullah Barakatuhu. Həşr suresi 7-ci ayədə deyilir ki, Peyğəmbər sizə nəyi verirsə götürün, nədən çəkindirirsə uzaq durun. Hədis inkarçıları deyir ki, bu ayə ancaq qənimət bölünməsi haqqındadır. Hədislərə aidiyyəti yoxdur. Bu söz düzdürmü? Ümumiyyətlə bu ayəni hədislərə də aid olduğunu necə başa düşməliyik? Həmçinin onlar qənimətin bölünməsində Qurandan da dəlil var deyirlər və Ənfal suresi 41-ci ayəni gətirirlər. Bismillahirrahmanirrahim. Ən birinci bilmək lazımdır ki, yəni Quranilər azğın bir tayfadır. Onlar Quran-ı Kərimə zidd olan hədis inkarçılarıdır və Quran-ı Kərimi qəbul eləməyənlərdir. Sadəcə olaraq Quran-ı Kərimi öz ağıllarına, öz istəklərinə uyğun olaraq işlədib insanları azdırmaq istəyirlər. Ən birinci o ayə ki, "Və mə ətəkumur rasul fəxudu", Rasul sizə nə versə götürün, "Və mə nəhəkum anhu fəntehu", nədən sizi çəkindirirsə çəkinin ayəsi, yəni deyirlər ki, qənimətlərin bölünməsinə aiddir. Yəni və gətirirlər ki, qənimətlər də bölünməsi, yəni Ənfal surəsi 41-ci ayə olmalı, səhv etmirəmsə, orada bəyan olunur. Burada çoxlu ziddiyyətlər var. Ən birinci bilmək lazımdır ki, ayədə deyir ki, Rasul sizə nə versə götürün və nə qadağa etsə ondan çəkinin. Ərəb dili gərəkdirir ki, əgərlərim qeyri-müəyyənlikdə gələrsə, yəni və mə ətəkumur rasul fəxudu və mə ətəkum, nə versə götürün. Və mə nəhəkum anhu, nədən çəkindirsə, aydındır, ondan çəkinin. Yəni, ayənin xüsusi bir mövzu ilə əlaqəli olması onu ümumi mənasından çıxartmır. Bu, usul elmində qaydadır. Yəni, məna ümumidir. Ola bilər hansısa bir xas məsələ üçün aid edilib, hansısa bir xas məsələ üçün danışılıb. Aydındır. Yəni, bu o demək deyil ki, məsələ təkcə bölünməyə aiddir. Və biz Allah Resulü sallallahu aleyhi və səlləmə tabiçilik məsələsində təkcə bu ayəni dəlil gətirmirik. Quran-ı Kərimdə nə qədər ayələr var ki, orada Allaha və Rasuluna tabi olun, Allaha və onun elçisinə tabi olun deyə xəbərlər var bizə. Biz sənə zikri nazil etdik ki, sənə nazil olanı onlara bəyan eləyəsən. Deməli, iki dənə şey nazil olub. Biz sənə zikri nazil etdik ki, bu bir. Sənə nazil olanı bəyan eləyəsən, bu da iki. Sənə nazil olan var və onun bəyanı üçün bir zikri var. Aydındır. Və biz bu məsələyə belə baxmırıq. Yəni, Qurandan bir ayə götürmürük. Və demirik ki, bu ayədən qabaq məsələ gedib burada qənimətin bölünməsinə, onda bu ayə aiddir qənimətin bölünməsinə. Əgər biz elə eləsək, onda bəzi məsələləri Quran-ı Kərimdən dəlil gətirə bilməyəcək. Deyəcək ki, burada söhbət filan şeydən gedib, filan məsələdən danışılıb, bu ayəni filan məsələyə dəlil gətirmək olmaz. Bu, yəni, elmsizlikdir, bu savadsızlıqdır, bu, belə deyək də, yəni, təfsir usulundan, elmin, belə deyək də, əsaslarından qəflətdə olmaqdır. Yəni, bu ayənin xüsusi bir məsələ barədə gəlməsi onu ümumi hökmündən çıxarmır ki. Və ayədə gələn qeyri-müəyyənlik və mə nə veribsə sizə və mə ətəkumur rasul və mə, yəni, nə veribsə sizə və mə ətəkumur rasul fəxudu, sizə nə veribsə çəkinin, götürün. Və mə nəhəkum anhu, nədən çəkindiribsə çəkinin. Amma qaldı ki, Ənfal surəsindən dəlil gətirmək ki, qənimətlərin bölünməsi. Yəni, hətta burada belə yenə də izaha, yenə də təfsirə, yenə də sünnəyə, yenə alimlərin və sahabələrin və tabeinlərin fikirlərinə ehtiyac var. Çünki məsələn, sən oxusan ki, Allah təala buyurur ki, وَعَلَمُوا أَنَّمَا غَنِمْتُمْ مِنْ شَيْءٍ, bilin ki, nə isə bir şey əlinizə keçirsəniz qənimət, və yenə burada nəkrada gəlib, min şeyin, hansısa bir şey. Əslində burada da məsələ, burada da söhbət qənimətlərdən yalnız döyüşdə olan qənimətdən söhbət getmir. Çünki bu məsələnin hökmünə düşür nə? Məsələn, sən tutaq ki, bir yerdən qızıl çıxartmısan. Bir yerdən, məsələn, bu da qənimət sayılır.
bunun da bölünməsi Beytülmala gedən aydındır. Yetimlərə çatan pay var orada. Orada miskinlərə çatan pay var. Orada sənə düşən pay var. Aydındır. Bu ümumiyyətlə ələ keçirtdiyin bütün qənimətlərə aiddir. Bunların bölünməsindən gedir. Və bunu necə bölmək lazımdır? Ondan gedir. Və Allah təala buyurur ki: "Fəənnə lillahi xumusuhu." 5/1 Allahındır. Və li rasulihi, və lir rasul, və lir rasul və rasulundur. Fəənnə lillahi xumusuhu və lir rasul. 5/1 Allahındır və rasulundur. Və lizil qurba və yetama və məsakin və ibnis səbil. Həmçinin fəqirindir, yetimindir, miskinindir və yolda olan müsafirindir. Fikir versən ayəyə, Allah təala buyurur ki, Allahındır. Yəni Allaha aiddir. Allahın payını kim götürəcək? Nədir Allahın qənimətə ehtiyacı var? Allahındır nə deməkdir? Allahın payını kim götürür? Bizə izah eləsin Qur'anilər. Əslində onlar hədis inkarçılarıdır. Allahın payını kim götürür? Yəni yer üzərində Allahın payı kimə verilir? Yoxsa yerlərin və mülkün sahibinə qənimətdən 5/1 lazımdır. Desən ki, fəqirlərə, miskinlərə verilir. Allah orada olan payını ayırıb. Desən ki, Allahın payı fəqirlərin, miskinlərin, yolda qalanlarındır. Allahın payı Allah onlar üçün ayırıb. Bu 5/1 Allahın özünündür. Yaxşı, o necə böləcəksən? Onu kimə verəcəksən? O nə deməkdir orada? Aydındır, başa düşmürlər onlar Quranı. Onlar Quran başa düşmür. Və Rasulun payı kim götürəcək indi? Rasulun payı kim götürəcək? Rasulun payı kim götürəcək? Və yaxınlar, və lidil qurbə, kimin qohumları? Yəni, orada qohumlara düşür. Kimin qohumlarına düşür? O məsələ var. Aydındır. Həmçinin və yetəmə, yetimlərə, yəni yetim, ola bilər varlının oğludur, yetimdir. Düşür ona, yoxsa yox? Kasıb yetimlərə, yoxsa varlı yetimlərə. Yəni, bunlar deyiblər sözü. Amma bilmirlər ki, başa düşmürlər ki, bunlar belə, yəni, düzgün başa düşmürlər. Yəni, qənimətdən qalan şeyi, mən aparıb zadəgən, atası zadəgən olub, dünyasını dəyişib, yetimdir. Atasından buna böyük miras qalıb, buna verə bilər, hə, bu ayəyə görə. Sizə görə, hə? Çünki yetimdir də, ayədə gəlib yetimlərə. Tərcümə ilə gəlir. Bəli. Sən hələ zahirən baxırsansa, yəni izaha ehtiyac, Qurana izaha ehtiyacı var, qardaşlar. Hə. Həmçinin miskinlər, miskin kimdir? Aydındır. Çünki fəqir də var, miskin də var. Bunların arasında fərq var. Quranda Allah təala ayırıb fəqirlərlə miskinləri. Həmçinin və ibnis səbil, yolda olan müsafirə vermək. Müsafirə düşür. Yəni, alimlər orada ixtilaf edirlər. Müsafir, yəni, hələ müsafir deyil, amma səfərə çıxmaq istəyir. Ona verə bilərikmi? Müsafir deyil hələ səfərə, amma çıxır. Çıxda da ehtiyacı da var. Düşür ona, yoxsa yox. Desən ki, düşür, Allah deyib müsafirə, və ibnis səbil, yol sahibinə, yol oğluna. Yəni, yolda olana. Düşmürsə, bu da səfər əhli daxı. Deməli, sən necə təyin edəcəksən? Qayıdacaqsan sünnəyə, Peyğəmbər s.ə.v-in hədislərinə ki, onu necə bölürdü, kimə bölürdü, yaxınlar orada kim qəsd olunur? Aydındır. Yaxınlar orada kim qəsd olunur? Allahın payı kimə verilir? Nə deməkdir ümumiyyətlə? O hara gedir? Peyğəmbərin payı. Bu ayə Peyğəmbər s.ə.v öləndən sonra necə işlədilir? Hə, yetimlər kimlərdir? Yəni, varlanan da uşaqları o yetimlərə daxildir, yoxsa yox? Sən ki, yox, o miskinlərə aiddir, yetimlərin uşaqları miskindir, yox, miskinlər ayrı dedi. Sən çıxa bilməyəcəksən, hətta təfsirə dönmədikcə. Təfsir də sünnə iləndir, sahabə sözü iləndir, tabeyin sözü iləndir, lüğətnəndir. Aydındır və təfsirin öz alətləri var. Onu işlədə insan, alimlər təfsir elə bir Quran. Amma birdən girişsən, Quran təfsir eləməksən və deməksən, burada bir ayə var, burada bir dənə ayə var, o belə bu, yəni belə düzgün deyil. Yəni, siz, bəzi insanlar Quran-ı Kərimə yanaşma şeyi belə sanki bir elektron cihaz kimi yaxır. Yəni, oradan bunu gətir, o ChatGPT sənə mənə bir dənə ayə tap gətirir, sənə qoyur və bir dənə hədis gətirir, yığır. Bəzilə hələ yanaşır. Hələ, oradan, uyğun gəldi, onda mən çıxıram, bir dənə video buraxam ki, Quranda ziddiyyət var və ya Rasul lazım deyil, sünnə lazım deyilməyə görə
Allah Rasulü sənə verirsə götürün. Nədən qadağa edirsə çəkinin ayəsi qənimətlərə aiddir. Hə, onda qənimətlər də Ənfal 41-də bölünüb. Sünnəyə ehtiyac yoxdur. Bu cür demək miskinlikdir. Yəni bu cür demək savadsızlıqdır. Allah razı olsun və sallallahu aleyhi və Muhammedin və alə alihi və sahbə ecməin. Allah sizdən razı olsun Mansur müəllim. Siz belə danışdıqda, yəni onlar sanki özlərini elə qələmə verirlər ki, deyirlər biz istəyirik ki, Quranın içində qalaq. Siz illa ki deyirsiniz ki, Qurandan kənara hədislərə çıxaq. Sualımız budur ki, ümumən Qurani-Kərim elə bir kitabdırmı ki, onu hər oxuyan başa düşsün? Xeyr. Quran elə kitab deyil, onu hər oxuyan başa düşsün. Quran hər oxuyan başa düşən olsaydı, yəni Allah Teala bunu birdən nazil eləyərdi, birdən. Və deyərdi ki, hamımız alim olun, oxuyun, hamımız alim olun. Amma Allah Teala deyir ki, hudən lil muttaqin, təqva əhli üçün doğru yol göstərəndir. Aydındır, sonra deyir ki, bu kitabda biz misallar çəkirik, o misalları ancaq alimlər bilə bilər. Alimlər, bu da Ənkəbut surəsindədir. Və la yaqiluha illəl alimun. Onu ancaq alimlər dərk edə bilir. Ona görə Quranda 40-dan çox misal olmalıdır təqribən. Təqribən 40-dan çox misal olmalıdır. Bəzi alimlər qədimdə o misalları başa düşməyəndə deyərdilər biz alim deyilik. Çünki başa düşmədik. Aydındır? Yəni onlar ki o başa düşmürdülər o misalları. O elm tələbinin əvvəlində, tələbənin ilk dövründə oxuyurdular, başa düşmürdülər. Deyirlər onda biz hələ getməliyik, alimlərdən soruşmalıyıq. Çünki hələ alim deyilik. Başa düşmədiyimiz misallar var. Allah deyir, biz Qurandan misallar çəkdik. Onu yalnız alimlər aql edər. Yəni, alimlər başa düşər. Başqa yerdə deyir ki, bilmədiyi ləfzi bilənlərdən soruşun. Aydındır. Və nə qədər yerdə Quran-ı Kərim bizi yönəldib nəyə? Elmə, bilənlərə. Ümumiyyətlə, belə deyək də, Quran-ı Kərimi əgər biz başa düşmürüksə, niyə oxuyuruq onda bəzilər deyə bilər. Yox, biz demirik siz Quran-ı Kərim başa düşmürsünüz. Quran-ı Kərimin elə bir kitabdır ki, o hər bir təbəqə insana fayda verir. Elə kitab var ki, o həddi zatında çox ali bir kitab ola bilər, amma o hər kəsə fayda verə bilməz. Quran-ı Kərim isə həddi zatında ən ali kitabdır. Ən ali sözdür. Amma elə bir sözdür ki, hamıya yarayır. Məsələn, ondan faydalana bilər, heç ərəbcə bilməyən insan hər bir hərfin oxumaqla 10 savab. Bu, bunun faydalandığı. Ola bilər, insan Quran-ı ərəb dilindən 5-10 dənə söz bilir, hansısa bir ayəyə gəlib çatanda orada bildiyi sözlər düşür, deyir təqribən burada Allah Teala bu şeydən bəhs edir. Bu, təbii ki, biraz başa düşən dərəcədə o kitabdan faydalanır. Eləsi var ki, ərəb dilini gözəl bilir, qrammatikası ilə Quranı başa düşə bilir. Və bu başa düşənə oradan hökm çıxartmaq haramdır, ha. Çünki buradan hökm çıxartmaq üçün Qurana aid olan elmləri bilmək lazımdır. O Qurana aid elmləri bilən isə artıq o cür fayda gətirir. O cür faydanı başa düşür ki, burada bu mənadır, alimlər bunu belə eləyiblər, alimlər bunu belə təfsir ediblər. Buradan bu başqa cür fayda götürür. Bu elmdə müəyyən belə deyək, dərəcəyə çatmış birisi isə o ayələrdən hökm çıxarda bilir. Aydındır, bu da faydalanır Quran-ı Kərimdən. Lakin burada müxtəlif cürdür. Hər kəs eyni faydanı götürə bilməz. Ona görə bəzilər deyir, Quran-ı Kərim şərhə ehtiyacı varsa, niyə lazımdır onda biz savadsızlıqsa, bu Qurana qarşı oxuya bilmiriksə, başa düşmürüksə. Yox, sən orada başa düşdüyün yerlər var axı. Valideynlərə yaxşı bax, Allah şərik qoşma, yetim malı yemə filan. Amma elə ayələr var ki, onlar, məsələn, bayaq oxuduğumuz ayə kimi, Ənfal surəsi 41-ci ayə, bu artıq təfsirə qayıdır, hədisə qayıdır, izaha qayıdır, orada yetimlər kimdir, miskinlər kimdir, yol sahibləri kimdir, yəni misafirlər kimdir, Allahın haqqı orada nədir, Rasulun haqqı orada nədir, o kimlərə verilir, necə bölünür və s. və axır. Bu artıq hər avama deməksə, Allah sən böl. Yəni ona görə insan yəni biraz düşünsə, biraz yəni belə deyək də, biraz tədəbbür eləsə, görər ki, Quran-ı Kərim elə bir kitabdır ki, hər kəsə fayda verir, bu başqa şeydir, verir, amma hər kəs ondan fayda çıxarda bilir, bu başqa şey. Yəni Qurana hər bir kəs üçün hidayət, Allahdan qorxursa hidayət bir rəhbər də göndərib, Allah Teala onu. Amma
onun sənə dəydiyi faydası sənə bağlıdır. Nə qədər bilirsən, o qədər sənə faydası deyir. Amma Quran-ı Kərim elə bir kitabdır ki, bunu müstəqil başa düşə bilərik. İçində elə ayələr var ki, bəli, valideynlərə yaxşı bax, valideynlərə əziyyət vermə, onlara uf belə demə. Bunlar aydın məsələdir. Yəni, fitrət də bunu deyir. Övladlarımıza yaxşı baxın və s. və ilə axır. Elə ayələr var ki, orada insanın ağlı, nə insan məntiqi, nə fəlsəfəsi, yalnız orada hədis və təfsir, səhabələrin sözləri və alimlərin izahı, lüğət və s. elmlər yardım edir ki, o ayələri biz başa düşək. Bəli. Allah sizdən razı olsun. Allah sizdən razı olsun.